müəllimələr, bugünkü dərsimizdə standartlar mövzusunun izahı olacaq. 3.2-nin, yəni sadə əmək bacarıqları nümayiş etdirir standartının bir növ belə deyək, izahı olacaq. Keçən dəfə dedik ki, estetik və yaradıcı inkişaf sahəsinin iki əsas standartı var. Deməli, sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir. 3.2-də isə sadə əmək bacarıqları nümayiş etdirir. Biz keçən dəfə 3.1-i izah etdik. İndi isə 3.2-nin standartlarına baxacağıq. Baxın müəllimələr, deməli 3.2.1-ə baxsaq, burada biz baxın, böyüklərin köməyi ilə soyunub geyinir deyir uşaq. Yəni körpədir də, körpən yəni özü müstəqil şəkildə bacara bilməz axı. Mütləq ona böyüklərin köməyi lazımdır. Yəni böyüklərin köməyi ilə soyunub geyinirsə, bu olur, əmək bacarıqlarına aid olur. Yəni biz bunu gedib fiziki olaraq götürməyək də. Çünki burada kömək edir axı, uşaq özü sərbəst şəkildə etmir. Ona görə biz bunu estetik və yaradıcını götürəcəyik. Yəni 3.2.1-i götürmüş olacaq. Dedik ki, böyüklərin köməyi ilə soyunub geyinirsə 1-2 yaş oldu. Amma ikinci körpələr qrupunda böyüklərin nəzarəti altında geyinir, soyunur, daha sonra paltarlarını, ayaqqabısını yerinə qoyur. Artıq baxın, soyunub geyinməkdən əlavə paltarlarını, ayaqqabılarını yerinə qoymağı bacarır. Burada da baxın, böyüklərin nəzarəti var. Orta qrupa qədər baxın, böyüklərin nəzarəti sözü var. Ona görə də bu olacaq körpələr qrupu, yəni 2-3 yaşa aid olmuş olacaq. İndi baxaq orta qrupa. Baxın, orta qrupda deyir ki, sadə əmək bacarıqları, sadə əmək tapşırıqlarını, özünə xidmətdir, təbiətdə əməkdir, daha sonra təsərrüfat, məişət əməyi üzrə bir sıra tapşırıqları yerinə yetirmiş olur. Biz demişdik ki, sadə hərəkətləri yerinə yetirirsə, biz bunu kiçik qrup götürmüş oluruq. Amma sadə gigiyenadır, daha sonra sadə əmək bacarığıdır. Biz bunları dedik ki, sadə gigiyena və sadə əmək bacarığı görsək, bunu orta qrup götürmüş olacaq. Aydın oldu müəllimələr. İndi böyük qrupa baxsaq, baxın, böyük qrupda deyir ki, fərdi qaydada əməyin növləri üzrə, belə deyək, özünə xidmətdir, təbiətdə əməkdir, təsərrüfat, məişət əməyidir, müxtəlif əmək bacarıqlarını nümayiş etdirir. Artıq orta qrupda sadə əmək bacarıqları idi. Amma böyük qrupda fərdi qaydada artıq bunları bacarmış olur. Məktəbazlıq qrupunda isə 5-6 yaşda fərdi və kollektiv əməyin növləri üzrə belə deyim, müstəqil bacarıqları nümayiş etdirir. Böyük qrupda dedik ki, fərdi qaydada nümayiş etdirir, amma məktəbazlıqda isə kollektiv əməyin növləri üzrə bir sıra əməyin növlərini nümayiş etdirir. Yəni, böyük qrupdan fərdi qaydada, amma məktəbazlıqda kollektivdir. Yəni, kollektiv anlayışı daha genişdir, ona görə də daha mürəkkəbdir deyə. Bu olacaq məktəbazlıq qrupu. İndi biz baxaq nəyə? İndi biz baxaq digər standarta. Deməli, bir dəqiqə. Niyə belə oldu? Aha, indi baxsaq 3.2.2-yə. Baxın, deyir ki, böyüklərin köməyi ilə oyuncaqlarını yerinə yığır. Baxın, burada da böyüklərin köməyidir, burada da böyüklərin köməyi. Deməli, körpədir də, ona böyüklərin köməyi lazımdır deyə. Bu olacaq birinci körpələr qrupu. Deməli, deyir ki, böyüklərin köməyi ilə oyuncaqlarını yerinə yığır. Bu oldu birinci körpələr qrupu. İkinci körpələr qrupunda isə deyir ki, böyüklərin nəzarəti altında tapşırıqları yerinə yetirir. Güşələrin səliqəyə salınmasıdır, güllərin sulanmasını yerinə yetirmiş olur. Burada da böyüklərin nəzarəti var deyə biz bunu ikinci körpələr qrupu götürmüş olacaq. Amma orta qrupa baxsaq, deyir ki, kollektiv əməkdə iştirak edir. Qrup otağının səliqəyə salınmasıdır, həyətyanı sahədə işləməkdir. Bunlarda iştirak edir və tapşırıqları yerinə yetirir. Biz demişdik ki, kollektiv sözü varsa, olur məktəbə hazırlıq qrupu. Amma burada biz götürəcəyik orta qrup. Yəni, burada biz orta qrup götürəcəyik. Burada yəni çaşmayın da.
Çünki burada baxın bir sıra tapşırıqları yerinə yetirir. Amma digərində deyir ki, kollektiv əməyin növləri üzrə belə deyək də. Baxın, əsas fərq nədədir? Burada deyir ki, baxın müəllimələr, kollektiv əməyin növlərini yerinə yetirir də. Özünə xidmətdir, təbiətdə əməkdir, əl əməyidir. Yəni bunlar daha mürəkkəb bir proseslərdir. Ona görə biz bunu məktəbazlıq götürmüş oluruq. Amma burada sadə tapşırıqlardır da. Yəni qrup otağını səliqəyə salır, həyətyanı sahədə işləyir. Yəni sadə tapşırıqları yerinə yetirir deyə burada kollektiv əməyi orta qrup götürmüş olacağıq müəllimələr. İndi böyük qrupa baxsaq, deyilir ki, kollektiv əməkdə iştirak eləyir, tapşırıqları təbiətdə qrupun qaydalarına uyğun yerinə yetirməkdə iştirak edir. Daha sonra təşəbbüslər irəli sürür, tapşırıqları yerinə yetirir. Həmçinin müəllimələr, kollektiv əmək sözü də orta qrupdan etibarən formalaşır. Yəni kiçik qrupda rast gələ bilmərsiniz bu anlayışa. İndi deyir ki, kollektiv əməkdə bir sıra belə deyək, tapşırıqlarda iştirak eləyir, təşəbbüslər irəli sürür və tapşırıqları yerinə yetirir. Amma məktəbazlığa baxsaq, burada deyir ki, əmək prosesində istifadə edilən alətləri adlandırır. Daha sonra parça və iynə sapla sadə bacarıqlar nümayiş etdirir. Baxın, artıq burada kollektiv sözü getdi, əmək prosesi qaldı. Biz nə demişdik? Biz demişdik ki, baxın, biz iynə və sapdan harda istifadə edirik, parçadan? Əl əməyi zamanı istifadə edirik də. Biz əl əməyinə harda rast gəlirik? Demişik ki, əl əməyi harda olur? Yalnız məktəbazlıq qrupunda olur. Əl əməyi daha bir mürəkkəb prosesdir, çünki diqqət tələb edir, konsentrasiya tələb edir. Ona görə də biz yəni diqqət harda istifadə olunur demişdik. Diqqət tələb edən proseslər əsasən məktəbazlıq qrupunda rast gəlirik. Ona görə də burada buyurun. Güşələrdə də əl əməyi məktəbə hazırlıq qrupunda bəli. Çünki diqqət tələb eləyir. Yəni əl əməyi də hardadır? Məktəbazlıqda istifadə olunur. Bəli, güşələrdə də qeyd olunmuşdu bu. Bura qədər aydın oldu müəllimələr. Bəli, əslində estetikinin standartı çoxdur, amma idrak ondan çətindir. Estetik asandır idrakdan. Bəli. Xalidə xanım, mən burada fikir verdim, siz dedikcə PDF-ə baxıram. Elə önümdə də var özümün PDF-im, çıxartmışam. Bax, elə bir kollektiv əmək siz dediniz, ikisində də var. 3, 4, 4, 5. Elə bir burada adətən qrup otağındadır, amma ucu 4-5-də təbiətə çıxırıq, elə? Bəli. Burada həyətyanı sahədir, amma burada ucu təbiət sözü. Baxın müəllimə, mən bunu deyirdim. Baxın 3.2.1-də məktəbazlıqdadır kollektiv əmək. Amma burada orta qrupdan formalaşır da. Yəni kollektiv əməyi əsasən biz belə deyək, orta qrupdan formalaşır, amma əsasən məktəbazlıqda istifadə olunur da. Yəni burada əsas fərq nədədir dedik? Orada növ sözü var. Mən orta qrupda qrup otağıdır. Ancaq böyük qrupda qrup qaydalarına riayət edirlər. Qrup qaydası var. Bəli, müəllimə. Biri qrup otağıdır, biri qrup təbiət sözü var. Bəli. Həmçinin baxın, burada dedik ki, əmək prosesində istifadə edilən alətləri adlandırır. Parçadır, iynə, sapla sadə bacarıqlar nümayiş etdirir. Bu da bildik ki, məktəbazlılıqdır, çünki əl əməyindən söhbət gedir. İndi biz baxaq digər 3.2.3-ə baxaq. Səsi bağlayardınız. Deməli deyir ki, müəllimələr, özünə məxsus belə deyək, özünə məxsus şəkildə su və yemək qabını masa üstünə qoyur. Yəni bu olur nə? Əmək bacarığı olur da. Çünki belə deyək, biz demişdik axı keçən dəfədə özünə məxsus şəkildə belə deyək, su və yemək qabını masa üstünə qoyursa, bu olur estetik və yaradıcı inkişaf sahəsi. Keçən dəfə biz nə qeyd eləmişdik müəllimələr? Əsas məqamlar var idi, Biz özünə xidmət əməyidirsə, fizkidir. Bəli. Amma digər əmək növləridirsə, xeyr müəllimə, özünə xidmət ola bilməz axı. Çünki bu
belə deyək də, məişət təsərrüfatı əməyidir müəllimə. Çünki su və yemək qabını masanın üstünə düzür. Yəni burada biz özünə xidmətə rast gələ bilmərik axı estetik və yaradıcıda. O fiziki inkişafdadır. Burada elə bil biraz böyüklərə kömək eləyir də, ona görə güyədir öz aləmində. Hə, bəli müəllimə. Amma ki, yəni özünə xidməti heç vaxt estetik və yaradıcıda tapa bilmərik də, fiziki inkişafdadır o. Həmçinin biz nə demişdik müəllimə, masa arxasında yemək dəstindən istifadə eləyirdisə, demişdik ki, fiziki inkişafdır. Keçən dərslərdə qeyd eləmişdik. Amma yemək dəstini süfrəyə düzürsə, bu estetik olur. Yəni, bu da eynən elədir də. Bəli. Başa düşdüm. Hə, yəni burada da baxın, su və yemək qabını özü üçün istifadə eləmiş olursa, bu olur fiziki. Amma masaya düzürsə, gətirib su və yemək qabını, bu olur estetik və yaradıcı. Yəni bu məqamları qarışdırmayın. Oldu. Aha. Oldu mənim. İndi ikinci körpələr qrupuna baxsaq, deyir ki, böyüklərin köməyi ilə masaya yemək dəstini düzür. Baxın, yemək dəstini masaya düzür. Yəni, böyüklərin köməyi ilə də ona görə körpələr qrupu olacaq. 2-3 yaşa aid olmuş olacaq bu. Düzür də, düzür. Hə, bəli, bəli. Həmçinin digərində də var da yemək dəstini düzmə. Digər idraki inkişafda da vardı. Onunla qarışdırmayın, çalışın ki. Bir dəqiqə tapsam indi. Aha, bəli. Tapsam indi. İdrakda olmaz o, fizikdə olar elə. 1-2-1-də. 1-2-2-də. Hə, bəli, bəli. Mən qarışdırdım. İdrakda gigiyena. Hə, bəli, gigiyenada. Yəni gigiyena ilə qarışdırmayın da onu. Baxın, burada da yemək dəstindən müstəqil istifadə eləyir. Masa arxasında yemək dəstindən istifadə edir. Yəni, bununla qarışdırmayın, çalışın ki. Siz dediyiniz də istifadə eləmək fizikidir, düzmək güya ki, böyüklərə kömək eləyir. O, bəli. Yox, böyüklərə kömək mənasında yox, müəllimə. Böyüklərə kömək eləyir, düzdür. Amma ki, baxın, əməyin növünə görədir də, müəllimə. Əməyin 4 dənə növü var, müəllimə. Təbiətdə əməkdir, məişət təsərrüfat əməyidir, özünə xidmət əməyidir, bir də əl əməyidir. Dedik ki, əl əməyi məktəbazlıq qrupunda formalaşır. Bəli. İndi desəm ki, su və yemək qabından belə deyək, özü üçün istifadə eləyir. Bu olur, hansı olur müəllimə? Özünə xidmət. Ona görə biz bunu fiziki götürmüş oluruq. Amma desəm ki, su və yemək qabını masaya düzür, bu olur nə müəllimə? Onda estetik olur. Estetik. Çünki nəyə görə? Çünki burada məişət təsərrüfat əməyidir. Aydın oldu. Biz demişdik ki, müəllimə, özünə xidmət fiziki inkişafdır, amma digər qalanlar əl əməyidir, məişət təsərrüfat əməyidir, təbiətdə əməyidir. Bunlar yəni estetik və yaradıcıya daxildir. Yalnız və yalnız əl əməyi fizikidədir. Aha. İndi biz baxaq bura. Deməli, orta qrupda... Əl əməyi yox, özünə xidmət əməyi. Necə? Özünə xidmət əməyi. Hə, bəli, özünə xidmət əməyidir fiziki inkişafda. Səhvən dedim. Aha. Yox, mexaniki idi o. Hə, bəli. Deməli, təbiət güşəsində və yeməkxanada növbətçilik bacarıqları nümayiş etdirir. Baxın, orta qrupdan etibarən deyir ki, təbiət... Necə müəllimə? Heç də başlayın ki, bağlayırım, növbətçilik var. Bəli. Deməli, deyir ki, təbiət güşəsində və yeməkxanada növbətçilik bacarıqları nümayiş etdirir. Biz bunu harada götürürdük? Estetik və yaradıcıda götürürdük də, inkişaf sahələrindən, yadınızdadırsa. Baxın, növbətçilik bacarıqları da artıq orta qrupdan formalaşır, orta qrupdan etibarən. Başlanır. Aha, bəli. Orta qrupdan etibarən formalaşır. İndi təbiət güşəsində və yeməkxanada növbətçilik bacarığı nümayiş etdirirsə, bu orta qrupdur. İndi böyük qrupa baxsaq, deyir ki, növbətçilik zamanı sadə əmək bacarıqları nümayiş etdirir. Burada orta qrupda dedik ki, yeməkxanada növbətçilik bacarıqları və təbiət güşəsində. Amma böyük qrupdan etibarən deyir ki, növbətçilik zamanı sadə əmək bacarıqları nümayiş etdirir. Digər məktəbazlıq qrupuna baxsaq, deyir ki, növbətçilik zamanı
öz üzərinə düşən vəzifələrin mahiyyətini anlayır və yerinə yetirir. Artıq dərk eləyir də vəzifəsini, bir növ belə deyək. Öz üzərinə düşən vəzifəni dərk eləyir. Vəzifəni də dərk eləyirsə, biz demişdik axı, hüququnudur, vəzifəsini də uşaq artıq ayırd eləyə bilirsə, vəzifəsini bilirsə, hüququnu bilirsə, bu məktəbazlıq qrupudur. Yəni körpələr qrupunda vəzifə sözünü rast gələ bilmərik axı biz. Yəni böyük uşaqlar artıq öz vəzifəsini, öz hüququnu ayırd eləməyi bacarırlar. Bura qədər aydın oldu müəllimələr? Bəli, müəllimə. Bəli, müəllim, aydın oldu. Aha, lap yaxşı. İndi keçək biz sosial və emosional inkişaf sahəsinə. Dedik ki, sadəcə estetik və yaradıcının 2 dənə əsas standartı oldu. Digərlərinin 3 əsas standartı olmuş oldu. Həmçinin sosial emosionala baxsaq, 3 dənə standartı var. Deməli, 4.1-də sadə ünsiyyət bacarıqları nümayiş etdirir 4.1-də. 4.2-də sosial həyatla bağlı bilik, bacarıq və vərdişlərini özünə məxsus tərzdə nümayiş etdirir. Səsi bağlayardınız da. 4.3-də isə hörmət və dözüm nümayiş etdirir. Yəni, tolerantlıq nümayiş etdirir. Yəni, əsasən sosial emosional inkişaf sahəsi bir növ belə deyək də, mədəni müxtəlifliyə hörmətlə bağlıdır da. İndi biz standartlarına baxsaq, 4.1.1-ə baxaq. Burada deyir ki, ünsiyyətə girməyə cəhd eləyir. Hələ yəni körpədir də, müəyyən bir səsləri çıxardır, məsəl üçün qığıldayır, ğı deyir, qı deyir, belə bir səslər çıxarır da. Yəni, ünsiyyətə girməyə cəhd göstərir də, bir növ hələ təzə səy göstərir ünsiyyət qurmaq üçün körpədir də. Bu olur 1-2 yaş. Amma ilkin ünsiyyət bacarıqları nümayiş etdirirsə, artıq olur 2-ci körpələr qrupu. Yəni, hələ təzə-təzədir də ilkin ünsiyyət bacarıqları nümayiş etdirmiş olacaq. İndi biz baxsaq orta qrupa, baxın, burada da var, sadə ünsiyyət qaydalarına əməl edir. Dedik ki, sadə, belə deyək, fiziki hərəkətlərdirsə, bu olur körpələr qrupu. Amma sadə gigiyenadır, sadə əməkdir, sadə ünsiyyətdir. Bunlara harda rast gəlsəz, bilin ki, orta qrupdadır yalnız bunlar. Artıq böyük qrupdan sadə sözü gedir və əməkdaşlıq qurmaqda ünsiyyət bacarıqları nümayiş etdirir. Artıq əməkdaşlıq böyük məktəbazlıq qrupunda formalaşır da bir növ. İndi əməkdaşlıq qurmaqda ünsiyyət bacarıqları nümayiş etdirirsə olur böyük qrup. Böyük qrup dedik ki, sadə ünsiyyət qaydalarına əməl edirsə oldu orta qrup. İndi baxın, həmyaşıdları ilə ünsiyyət zamanı həmrəylik, emosional bağlılıq, inam nümayiş etdirir. Artıq burada həmyaşıdları ilə bir növ ünsiyyətə girməyə səy göstərir. Həmçinin baxın, həmrəylik nümayiş etdirir. Daha sonra emosional bağlılıq, inam nümayiş etdirir. Bunlar yəni körpələr qrupunda rast gələ bilmərik axı. Belə daha yetkin uşaqdır, daha formalaşmış uşaqdır deyə biz buna harda rast gəlmiş olacaq? Məktəbazlıqda hörmətdir, inamdır, həmrəylikdir. Yəni, bunlar məktəbazlıq qrupunda formalaşmış olur bir növ müəllimələr. İndi biz baxaq digər standarta. Deyir ki, böyüklərin mimika və jestlərinə, intonasiyasına reaksiya verir. Körpə də hələ reaksiya vermiş olacaq da, maksimum edə biləcəyik. Böyüklərin, baxın, burada deyir ki, böyüklərin mimika və jestlərinə, intonasiyasına reaksiya verir. Biz demişdik ki, jest və mimika bir yerdə deməli, məktəbazlıqda idi. İndi qalan yerlərdə biz harda jest mimikanı görsək, yəni biz onu körpələr qrupunu götürmüş olacaq. Baxın, nitq etiketlərində. Həm də siz demişsiniz ki, reaksiya adətən 1-2 yaşdır. Körpələrdədir, bəli. Baxın, nitq etiketlərində mimika və jest var idi. İndi ora qayıtmaq istəmirəm. Nitq etiketlərində mimika və jestlərdən istifadə məktəbazlıq qrupundaydı. Amma digər qalan yerlərdə harda jest mimikanı görsəz, körpələr qrupunu götürəcəksiniz. Çünki yəni körpədir də hələ hər hansısa bir hadisəyə gülərəkmi deyək və yaxud da yəni müəyyən jestlərlə, mimikalarla gülərək, daha sonra əl çalaraq belə deyim, münasibət göstərmiş olacaq da.
İndi orta qrupa ikinci körpələr qrupuna baxdıqda isə böyüklərlə ünsiyyət qurmaq istəyini nümayiş etdirir. Artıq səy göstərir böyüklərlə ünsiyyətə girməyə. Hələ körpədir, ona görə böyüklərlə ünsiyyət qurmağa bir növ səy göstərir. İndi orta qrupa baxsaq, hərəkətli oyun, əyləncə zamanı emosiya, əhval-ruhiyyədir, sevinç, təəccüb və s. Nümayiş etdirir. Artıq bu oldu orta qrupda. Yəni burada bir növ belə deyək də, burada da baxın bir növ emosiyalarla bildirir. Belə deyək, öz ifadələrini, sevinç, təəccüb, yəni öz emosiyalarını hərəkətli oyun, əyləncə zamanı bir növ öz emosiyalarını nümayiş etdirməyi bacarır. Bu da olur orta qrup. İndi baxsaq böyük qrupa, özünün və digərlərinin emosional vəziyyətinə münasibət bildirir. Biz demişdik ki, münasibət bildirmə hansı qrupda olur? Böyük qrupda olur da, əsasən. Özünün və digərlərinin emosional vəziyyətinə münasibət bildirirsə, bu olur böyük qrup. Amma məktəbazlıq qrupuna baxsaq, burada deyir ki, birgə fəaliyyət planlaşdırarkən tərəfdaşlarının maraq və fikirlərini nəzərə alaraq onların emosional vəziyyətinə diqqət nümayiş etdirir. Artıq birgə fəaliyyət zamanı olur. Böyük qrupda oldu ki, özünün və digərlərinin emosional vəziyyətinə münasibət bildirir. Amma məktəbazlıqda birgə fəaliyyət zamanı tərəfdaşlarının maraq və fikirlərini nəzərə alaraq onların emosional vəziyyətinə diqqət nümayiş etdirir artıq. İndi biz baxaq nəyə? Digər standarta baxacaq. Bura qədər aydın oldu müəllimələr? Bəli, müəllimə, aydın. Bəli. Bəli. İndi baxsaq 4.2-yə baxaq. Bu da 4.2-də sosial həyatla bağlı bilik, bacarıq və vərdişlərini özünə məxsus tərzdə nümayiş etdirir. İndi baxaq 4.2.1-ə. Burada deyir ki, öz hisslərini baxışları, mimika, jest və hərəkətləri ilə ifadə edir. Baxın, burada da oldu, nə? Mimika, jestlər. Burada da digər standartda da jest mimika birinci körpələr qrupunda oldu. Burada da baxın, öz hisslərini, baxışları, mimika və jestlərlə ifadə edir. Körpədə hələ mimika və jestlə ifadə edəcək öz fikrini. Ona görə bu 1-2 yaşa aid olur. İkinci körpələr qrupunda isə yaşıdlarının davranışlarını artıq təqlid edir. O ağlayanda özü də ağlayır, məsəl üçün o güləndə özü də gülür. Artıq bir növ təqlid edir də, imitasiya edir, yamsılayır yaşıdlarının hərəkətlərini. Orta qrupda isə artıq arzu, hiss və istəklərini ifadə eləyə bilir. Böyük qrupa baxanda isə öz hərəkətlərini artıq dəyərləndirir müəllimələr. Dəyərləndirmə sözünə siz harda rast gəlsəz, dəyərləndirmə daha geniş anlayışdır da, yəni daha mürəkkəb. Dəyərləndirmə sözünə harda rast gəlsəz, bu ya böyük qrupdur, ya da məktəbazlıq qrupdur. Yəni digər qruplarda dəyərləndirmə sözünə rast gələ bilmərsiniz. Artıq baxın, böyük qrupdan öz hərəkətlərini dəyərləndirir. Məktəbazlıqda isə digərlərinin hərəkətlərini, arzu və istəklərinə belə deyək, dəyərləndirir. Oldu böyük qrupda öz hərəkətlərini dəyərləndirmə, məktəbazlıqda oldu isə digərlərinin hərəkətlərini, arzu və istəklərini dəyərləndirmə. Bu da belə müəllimələr. İndi digər standarta baxsaq 4.2.2-yə birgə oyunlarda iştirak eləyir. Yəni, belə deyək də, uşaqlarla müəyyən olunmuş qaydada birgə oyunlarda iştirak eləyir. Bu olur 1-2 yaş. İndi baxsaq digərinə, birgə oyunda qaydalara uyğun fəaliyyət göstərir artıq ikinci körpələr qrupundan etibarən. Birgə oyunlarda iştirak etməli olduğu birinci körpələr qrupu birgə oyunda artıq qaydalara uyğun fəaliyyət göstərmiş olursa, bu olur ikinci körpələr qrupu. İndi orta qrupa baxsaq, qrupun üzvü kimi fəaliyyət göstərir artıq orta qrupdan etibarən. Baxın, orta qrupa qədər oldu birgə oyunda iştirak eləmə. Artıq orta qrupdan etibarən, baxın, qrup sözünə rast gəlmiş oluruq. Artıq qrupun üzvü kimi fəaliyyət göstərməyi bacarır.
orta qrupda. İndi böyük qrupa baxsaq deyir ki, qrup daxili fəaliyyətdə özünün və digərlərinin hərəkətlərini müqayisə edir. Biz demişdik ki, müqayisə sözünə harda rast gəlirik? Əsasən böyük qrupda rast gəlirik müqayisə sözünə. İndi deyir ki, qrup daxili fəaliyyətdə özünün və digərlərinin hərəkətlərini müqayisə edir. Müqayisə etmə də oldu, böyük qrup. İndi məktəbazlığa baxsaq, fəaliyyətini qrupun qaydalarına uyğun artıq tənzimləyir. Biz dedik ki, yəni qaydalara uyğun tənzimləyirsə fəaliyyətini, bu olur məktəbazlıq qrupu. İndi baxaq digər standarta. Bura qədər aydın oldu müəllimələr? Bəli, aydındır. Aha, lap yaxşı. Aydındır müəllimə, amma tez gedirsiniz. Sürətiniz çox tez. Bəli, arada təkrar tələsirəm. Bəli, yaxşı müəllimə. Maşallah, qəşəng başa salırsınız, amma biraz tələsirəm, onu özümdə hiss eləyirəm. Yaxşı. İndi digərinə baxaq. Yox, yaxşıdır, aydın. Müəllimə. Aha, buyurun. İndi 4.2.3-ə baxaq. Müəllimə, onsuz da qayd götürürəm də, yəni sonra baxa bilərsiniz. Aha, bilmirəm. Əsas baxın, dinləyin, başa düşün. İndi baxın, 4.2.3-ə baxsaq, müəllimələr deyir ki, oyuncaqlarla oynayarkən emosional reaksiya verir. Demişdim ki, baxın, mimikadır, səs tonudur. Demişdim ki, reaksiya verməyə biz harda rast gəlirik? Əsasən, körpələr qrupunda rast gəlirik, reaksiya verirsə. İndi baxın, burada da oldu ki, mimikadır, səs tonuna uyğun, belə deyək, emosional reaksiya verir. Bu da oldu birinci körpələr qrupu, 1-2 yaşa. İndi ikinci körpələr qrupuna baxsaq, deyir ki, oyun hərəkətlərindən alınan nəticələrə artıq sevinir. Birincidə reaksiya verirdi, mimika ilə, səs tonu ilə gülürdü, müəyyən jest mimikalarını bildirirdi. Amma artıq burada deyir ki, oyun hərəkətlərindən alınan nəticələrə artıq sevinir də, bir növ öz sevincini biruzə verməyi bacarır ikinci körpələr qrupunda. Orta qrupa baxsaq, burada deyir ki, problemin həllində iştirak edir. Artıq baxın, oyuncaqlarla oyun hərəkətləri idi orta qrupa qədər. Orta qrupda isə artıq deyir ki, problemin həllində. Yəni, problemin həllində körpə uşaq iştirak eləyə bilməz. Axı, bu mümkün deyil. Artıq orta qrupdan etibarən uşaqlar problemin həllində iştirak edirlər. İndi baxsaq, orta qrupa problemin həllində iştirak edir artıq orta qrupda. İndi böyük qrupa baxsaq, deyir ki, problemin həllində müxtəlif üsullardan istifadə edir. Yəni, sadəcə iştirak eləyirdi orta qrupda problemin həlli ilə bağlı. Artıq böyük qrupda problemin həlli ilə bağlı bir sıra müxtəlif, yəni, üsullardan mı deyək, üsullardan istifadə edir də. Yəni, problemin həllini bir növ tapmaqla bağlı müxtəlif üsullardan istifadə edir. Aha. Kiminsə sözü var idi? Yox, müəllimə, aydındır. Qaldı məktəbə qədər. İndi qəşək, lap yaxşı yadımızda qalır. Sürəti biraz azaltdınız. Baxın, məktəbə... Sağ olun, müəllimə. İndi məktəbazlıq qrupuna baxsaq, burada deyir ki, müxtəlif situasiyalarda məsələnin həllini axtararkən özünə inam və müstəqillik nümayiş etdirir. Baxın, böyük qrupda oldu ki, müxtəlif üsullardan istifadə edir problemin həlli ilə bağlı. Məktəbə səsi bağlayardınız. Məktəbə hazırlıqda isə artıq deyir ki, müxtəlif situasiyalarda məsələnin həllini axtararkən özünə inam və müstəqillik nümayiş etdirir. Nə dedim? Mən dedim ki, baxın, həmrəylikdir, burada da qeyd eləmişdim, emosional bağlılıqdır, inamdır, yəni özünə inamdır, müstəqillikdir. Yəni bunların belə deyək, nümayişi artıq məktəbazlıq qrupudur. Yəni siz harda özünə inam və müstəqillik nümayiş etdirir görsəz, bunu məktəbazlıq qrupu götürün. Yəni digər qruplarda biz buna rast gəlməyəcəyik. Bura qədər aydın oldusa digər standarta keçək. Deməli. Aha, lap yaxşı. Aydındır müəllimə. İndi 4.3-ə baxsaq, hörmət. Hörmət yorulmuşdur müəllimə, amma belə olanda biraz rahat olur. Hə, müəllimə, məncə də. Vallahi.
İstəyirsiniz hər şey super olsun, amma özünüz də yorulursunuz. Eyb yox müəllimə. İndi 4.3-ə baxsaq, deyir ki, hörmət, yəni münasibət və dözüm, tolerantlıq nümayiş etdirir. Baxın, burada körpələr qrupunda heç bir standarta rast gəlmirik, axı biz verilməyib. Körpədir də, yəni körpə necə tolerantlıq, münasibət bildirməyi bacarar ki, ona görə də yəni rast gəlmirik də biz buna belə deyək. Həmçinin müəllimələr sizdən soruşsa ki, demişdik ki, digər məşğələlər, baxın, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdə hansı məşğələ oldu? Fiziki mədəniyyətə aid oldu, düzdürmü? İdraki inkişafda oldu, sadə riyaziyyat oldu, daha sonra ətraf aləmlə tanışlıq oldu, savad təlimi oldu, bədii təfəkkür oldu. Yox, məşğələni deyirəm müəllimə. Bədii təfəkkür oldu, savad təlimi oldu, artıq estetik və yaradıcıda oldu. Hansı məşğələ? Təsviri fəaliyyət oldu, musiqi məşğələsi aid oldu. Amma sizdən soruşsa ki, sosial-emosional inkişaf sahəsinə sizcə hansı məşğələ aid olar? Bu zaman yəni biz hansısa məşğələni qeyd eləyə bilmərik, axı hər hansısa bir məşğələni götürmürük. Yəni belə bir şey yoxdur da, sosial-emosional inkişaf sahəsi hər hansısa bir məşğələ ilə əlaqəli deyil. İnteqrasiya çox gedir. Bəli, inteqrasiya gedir, amma ki, yəni hər hansısa bir məşğələ soruşsa, yəni siz götürüb deməyin ki, savad təlimidir və yaxud ətraf aləmlə tanışlıqdır. Yəni bunlara rast gəlmirik də, yoxdur. Yəni burada məşğələ götürmürük sosial-emosionalda. Aydın oldu müəllimələr. Həmçinin müəllimələr sizdən soruşsa ki, baxın burada hörmət və tolerantlıq nümayiş etdirir dedik. Burada baxın körpələr qrupunda heç bir standart yoxdur, axı rast gəlmirik. Ona görə də sizdən məsəl üçün sual soruşa bilər, çaşdıra bilərsiniz və yaxud da deyər ki, o hansı standartdır ki, körpələr qrupu üçün yəni nəzərdə tutulmur da. Siz deyəcəksiniz ki, sosial-emosional inkişaf sahəsində. Yəni körpələr qrupunda yoxdur axı burada. Müəllimə, onda bu məşğələdən yox, digər məşğələlərdən bu məşğələ inteqrasiya eləmək olar. Ancaq bu məşğələdən digər məşğələləri inteqrasiya eləmək olmaz. Aha. Yəni belə deyək də, müəllimə, o hansı standartdır desək ki, yəni körpələr qrupu üçün nəzərdə tutulmur, siz bunu idrak, nə bilim, estetik yaradıcı götürməyin də, sosial-emosionaldır. Həmçinin desək ki, hansı standartda əks olunmayıb, deyəcəksiniz ki, 4.3 standartında, yəni körpələr qrupunda yoxdur. Baxın, 4.3.1-də və 4.3.2-də, yəni hər ikisində körpələr qrupu verilməyib. Baxın, birinci körpələr qrupu verilməyib. İndi baxaq digərinə, yəni ikinci körpələr qrupundan baxaq. Deyir ki, baxın, ətrafdakılarına mehriban davranır. Körpədir də hələ yəni nə edə bilər ki, maksimal olaraq mehriban davranacaq ətrafdakılarla. İndi orta qrupa baxsaq, deyir ki, verilmiş qaydalara dözümlülük nümayiş etdirir. Dözümlülük dedik ki, əsasən böyük və məktəbazlılıq qrupunda rast gəlirik. Baxın, burada deyir ki, verilmiş qaydalara dözümlülük nümayiş etdirir. Yəni, bunu orta qrup götürmüş olacaq. İndi baxsaq, yəni orta qrupdan etibarən formalaşır da dözümlülük bacarığı bir növ belə deyək. İndi böyük qrupa baxsaq, orta qrupda dedik ki, verilmiş qaydalara dözümlülük nümayiş etdirir. Böyük qrupda isə deyir ki, müxtəlif situasiyalarda dözümlülük nümayiş etdirir. Baxın, müxtəlif situasiyalarda deyir, dözümlülük nümayiş etdirir. İndi məktəbazlığa baxsaq, deyir ki, ətrafdakı insanlar arasındakı fərqlərə dözümlülük nümayiş etdirir. Fizikidir, daha sonra irqi, milli, dini, cinsi, sosial baxımdan. Yəni, irq dedikdə milliyyəti, dini, cinsi, yəni sosial baxımdan, yəni bunlar daha mürəkkəbdir deyə deyir ki, ətrafdakı insanlar arasındakı fərqlərə dözümlülük nümayiş etdirir. Dildir, nə bilim, irqi cəhətdən, cinsi cəhətdən, sosial cəhətdən. Bu da baxın, biz harada qeyd eləmişdik? Mədəni müxtəlifliyə hörmət prinsipində. Necə müəllimə? Mədəni müxtəlifliyə hörmətdə bunlara rast gəlirdik də, insanlar arasında ayrı seçkiliyə yol vermirdik. İndi baxın, burada da deyir ki, ətrafdakı insan... Biraz da inklüziya sayılır da, müəllimə o elə. Necə müəllimə? Biraz da inklüziya sayılır da, məncə. İnklüzivlik dedikdə biraz sayılır, amma tam olaraq yoxdur. Əsasən mədəni müxtəlifliyə hörmət götürürük də.
dünyəviliyi götürə bilərik. Birincdən mən Bəli. Səriştələrdən də mədəni müxtəlifliyə hörməti götürmüş oluruq. Bəli, bu da şəxsiyyət yönümlülükdə milli bəşər dəyərlər var, oradan da götürmək olar. Aha, bəli, müəllim, o da var. İndi əsasən, yəni mədəni müxtəlifliyə hörməti götürürük. Əslində bir sıra məqamlar aiddir da. İndi deyir ki, baxın, verilmiş qaydalara dözümlülük nümayiş etdirirsə, oldu orta qrup. Müxtəlif situasiyalarda dözümlülük nümayiş etdirirsə, oldu böyük qrup. Ətrafdakı insanlar arasındakı fərqlərə dözümlülük nümayiş etdirirsə, bu oldu məktəbəhazırlıq qrupu artıq. İndi baxaq digər standarta 4.3.2-yə baxsaq, burada da deyir ki, fəaliyyət zamanı güzəştə gedir, daha sonra bölüşür, digərlərinə kömək edir. Yəni yoldaşı ondan kömək istəyəndə kömək göstərir, yardım edir, öz belə deyək, yeməyini ondan bölüşür, əşyasını ondan bölüşür, güzəştə gedir fəaliyyət zamanı, körpədir, yəni güzəştə gedəcək, bölüşəcək, digərlərinə kömək edəcək. Bu da oldu ikinci körpələr qrupu, 2-3 yaş aid oldu. İndi orta qrupa baxsaq, deyir ki, böyüklərə və həmyaşıdlarına qarşı xeyirxahlıq, qarşılıqlı kömək, dostluq, diqqət nümayiş etdirir. Körpədir də, yəni həmyaşıdlarına qarşı xeyirxahlıq nümayiş etdirir, dostluqdur, köməkdir, yəni diqqət nümayiş etdirir. Bu da olur, orta qrupa aid olur. Artıq baxın, böyük qrupda deyir ki, özünün və yoldaşlarının hərəkətlərini düzgün qiymətləndirir. Oyuncaqlarını, rollarını bölüşür. Artıq baxın, böyük qrupdan deyir ki, özünün və yoldaşlarının hərəkətlərini düzgün qiymətləndirir. Orta qrupda yalnız belə deyil, dostuna kömək edir, xeyirxahlıq nümayiş etdirir, diqqət nümayiş etdirir. Amma böyük qrupda artıq qiymətləndirir həmyaşıdlarının, özünün və həmyaşıdlarının bir növ belə deyil, hərəkətlərini qiymətləndirir. Məktəbəhazırlıq qrupuna baxsaq, deyir ki, insanlara qarşı qayğıkeş münasibət bəsləyir, çətinlik zamanı kömək edir. Artıq baxın, insanlara qarşı deyir, qayğıkeş münasibət bəsləyir, çətinlik zamanı kömək edir. Bu daha belə deyək, yetkin uşaqdır da, daha yaşı çox olan uşaqdır. Ona görə biz bunu məktəbəhazırlıq götürürük. Deyir ki, bax, digər qruplarda deyir ki, böyüklərinə, həmyaşıdlarına qarşı, yoldaşlarına qarşı. Amma artıq baxın, insanlara qarşı deyir məktəbəhazırlıq qrupunda. İnsanlara qarşı qayğıkeş münasibət bəsləyirsə, çətinlik zamanı kömək edirsə, bu oldu məktəbəhazırlıq qrupu müəllimələr. Aydın oldu? Oldu. Aha, yəni bu dərs belə müəllimələr. Hansısa məqamlar qaranlıq qaldısa, buyurun. Xeyr, müəllimə. Mənim indi biz estetikində yarısı qalıb da. İndi əgər